Müştəri ödəniş etdikdə, həmin ödənişi sistemdə əks etdirmək və invoice üzrə borcu bağlamaq üçün satış əməliyyatları bölməsinə daxil olub, invoice mədaxilini seçirik. Burada yeni mədaxil yaratmaq üçün bir neçə sadə addım var. İlk öncə servis növünü seçirik. Məsələn, bu ödəniş otel üçündürmü, yoxsa tur xidmətinə aiddir? Daha sonra satışı həyata keçirmiş əməkdaşı seçirik və ardınca müştərinin adını qeyd edirik. Sistem avtomatik olaraq həmin müştəriyə aid invoice-u tapır və sizə göstərir. Sadəcə uyğun invoice-u seçirsiniz. Sonra ödəniş növünü təyin edirik, yəni ödəniş hansı kassaya və ya hesaba daxil olub. Ödənilən məbləği yazırıq və tarixi qeyd edirik. Əgər bank üzərindən ödəniş olubsa, bank komissiyası faizini əlavə etmək vacibdir. Bu halda sistem xalis məbləği avtomatik hesablayır və hesabatlarda düzgün görünür. İstəsəniz, çek və ya sənəd faylı da əlavə edə bilərsiniz. Təsdiqlədikdən sonra həmin invoice üzrə mədaxili hesabatlarda izləyə bilərsiniz.